Uşaqlar, hər birinizi salamlayıram. Bugün sizlərlə dövlət qulluğu haqqında qanunun son maddələrinə baxacağıq. Görək, keçən səfər harda qalmışdıq? Mən dedim 29-cu maddəni öyrənin, hətta danışdım 29-cu maddə haqqında da sizlərə. Söhbət yəni müsahibədən gedirdi. Daxili müsahibə, ümumi müsahibə və bir də ümumi müsabiqədən test mərhələsi və s. Yəni bundan gedirdi. Bugün isə artıq danışacağıq. Nədən danışacağıq? 29-u danışmışam. Bir də uşaqlar 29-cu maddəyə baxmayanlar üçün isə belə deyim, baxa bilərlər YouTube kanalımda yenidən. İndi isə keçirik digər məsələyə. Dövlət qulluğunun şərtlərinə baxacağıq. Gəlin baxaq. Dövlət qulluğunda normal iş vaxtı da belə deyək, neçə olur? 40 saat olur. Amma yəni bu 40 saat şərti deyil də, qısaldılmış iş vaxtı da müəyyən edilə bilər. Məsələn, hamilə olanlara və yaxud vətən müharibəsi iştirakçılarına və s. Yəni bunu yadınızda saxlayın ki, qısaldılmış iş vaxtı da müəyyən edilə bilər müəyyən şəxslər üçün əlilliyi olan və s. Amma bundan müddəti uzun da ola bilər. Bu necə olur? Burada da qeyd olunduğu kimi zərurət yaranırsa, dövlət orqanının rəhbəri ayda 5 saata qədər sizin iş saatınızı artıra bilər. Amma bu 5 saat uşaqlar əvəzi ödənilmir. Üzr istəyirəm, ödənilmir. Amma 5 saatdan çox olsa, o artıq saatınıza görə sizdə əlavə haqq ödənilir sizlər üçün. Xidməti ezamiyyətə baxaq uşaqlar. Əgər siz xidməti ezamiyyətə gedirsinizsə, o zaman sizə baxın mehmanxanada yer verirlər. Mehmanxana dediyi, yəni oteldən söhbət gedir və yaxud hostel ola bilər və s. Yəni kirayə üçün qalmaq üçün də pul verə bilərlər. Və yaxud da ki, əgər 6 aydan diqqətli olun, çox gedirsinizsə, 6 aydan çox, o zaman ayrıca xidməti mənzil sahəsi sizə verilir. Eyni şəkildə iş yeri, rabitə vasitələrindən istifadə imkanı var və digər zəruri texniki və sosial məişət xidmətləri də göstərilir. Həmçinin onu da deyim ki, uşaqlar, siz ezamiyyətə gedəndə, yəni müvəqqəti olaraq başqa yerə gedirsiniz qulluq keçməyə, o zaman ailənizi də özünüzlə apara bilərsiniz. Yəni belə bir ixtiyarınız var və hətta bu kimi məsələlər, yəni müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan məsələlər, digər məsələlər nə ilə müəyyən olunur? Əmək məcəlləsi ilə yadınızda saxlayırsınız ki, tənzim olunur. Bax bu da belə. Və onu da deyim ki, yəni bu sizin ailə üzvlərinizə eyni zamanda məsələn təhsil müəssisəsinə düzəldilməkdə köməklik olunur, iş tapmaqda köməklik olunur və s. olunmalıdır. Və lazım gələrsə belə deyək, onu göndərən orqan hansı deyil, onun hesabına tibbi xidmət də göstərilə bilər. Məsələn, mənə Fövqəladə Hallar Nazirliyi göndəribsə hər hansısa bir yerə, yəni onların hesabından göndərilir. Bax bu belə. Eyni zamanda bir şey də yadınızda saxlayırsınız ki, uşaqlar 30-cu maddənin sonunda qeyd olunur ki, yardımçı vəzifə tutan dövlət qulluqçularının da əmək münasibətləri bax bu dövlət qulluğu haqqında qanunun müddəaları nəzərə alınmaqla əmək məcəlləsi ilə tənzimlənir. Niyə deyirəm bunu? Çünki testlərdə də düşür. Görək burada aşağıda nə var? Bu 30-cu maddədə bir məsələni də diqqətinizə çatdırım. Əsas məzuniyyətdən. Uşaqlar, inzibati vəzifə tutan, yəni sizlər, sizin üçün 30 təqvim günü ödənişli əsas məzuniyyət verilir. Yəni siz oturursunuz evdə, sizə pul verirlər. Yəni ödənişlidən başqa bəziləriniz bilir, bilməyənlər üçün deyim. Elə bu videoya baxanlar üçün deyim. Uşaqlar, ödənişsiz məzuniyyətlər də olur. Öz hesabınıza çıxırsınız. Sosial məzuniyyətlər var, analıq məzuniyyəti var və s. Bu isə ödənişli məzuniyyətdir. Amma bu ödənişli məzuniyyətin də belə bir müsbət tərəfi nədən ibarətdir ki, ödənişli deyəndə ümumiyyətlə, məsələn, sizin 5 ildən 10 il stajınız olduğu o halda 2 gün artıq verirlər. Əgər 10 ildən 15 ilə qədər iş stajınız varsa 4 gün əlavə olunur. Amma 15 ildən çoxdursa 6 gün əlavə olunur. Hal-hazırda məndə 6 ilim var deyə stajımda. Məndə 32 gündür. Yəni bu düşür bu arada. Və ödənişsiz məzuniyyət burada bunu ümumilikdə yazıb. Yəni ödənişsiz məzuniyyət necə olur? Öz arzunuzla mən çıxmışam. Bu illəri öz arzumla çıxmışam ödənişsiz məzuniyyətə. Amma dövlət orqanının rəhbərinin razılığı olur. Bir məsələni diqqətinizə çatdırım. Bu düzdür. Yoxdur dövlət qulluğu haqqında qanunda. Ödənişsiz məzuniyyətin maksimum müddəti 6 aydır uşaqlar. Yəni 6 aya qədər ödənişsiz məzuniyyətə çıxa bilərsiniz. Amma dövlət orqanının rəhbərinin
icazəsi ilə və əmək məcəlləsində bu barədə yazılıb ödənişsiz məzuniyyətin günləri ilə bağlı. Bura qədər bir probleminiz yoxdur? Belə hər hansısa bir problem olsa deyin mənə. Hı. İndi uşaqlar keçirik digər məsələyə. Digər məsələ nədir? 30.1-ci maddədən danışacağam sizlər üçün. Yəni sizin xidməti fəaliyyətiniz qiymətləndirilir. Qiymətləndirmə necə olur? Qiymətləndirmə hər təqvim ilinin sonunda olur. Baxın, dekabrdır və bu dekabrın sonunda artıq bu qiymətləndirmə olacaq. Və bunu kim qiymətləndirir? Bunu isə dövlət qulluqçusunun bilavasitə rəhbəri. Bilavasitə rəhbər dedikdə uşaqlar kimi nəzərdə tutur deyə bilərsiniz? Orqan rəhbəri. Orqan rəhbəri yox uşaqlar. Orqan Yəni rəhbəri xidmət elədiyi orqanda müəllim. yox. Bax, Şöbə məsələn, şöbə rəhbəri olur, bəli, ya bölmə rəhbəri. O orqan rəhbəri, şöbə rəhbərindən o ümumi həmin orqanın rəhbəridir. Məsələn, mən FHŞ akademiyada işləyirəm, onun ümumi rəhbəri general mayordur, o başqa. Hə, bir də var mənim şöbə rəisim, o tamam başqa. Və keçirik digər məsələ. Amma hamını da qiymətləndirmirlər də. Testlərdə düşür ki, qiymətləndirmədən azad olan şəxslər kimlərdir? Ali kateqoriya dövlət orqanında inzibati vəzifə tutan şəxslər. Yəni burada qeyd olunur ali 3-cü təsnifat. Yəni zaten ali kateqoriyada inzibati vəzifə tutursunuzsa, ən aşağı halda 3-cü təsnifatdasınız da, çünki mütəxəssis olur, düzdürmü? Və digəri kimdir? Stajçı kimi və yaxud sınaq müddəti ilə işləyənlər və bir də təqvim ilinin sonunadək müvafiq vəzifədə 6 aydan az qulluq keçənlər. Yəni məsələn, mən gəlmişəm sentyabr ayında işə düzəlmişəm və yaxud vəzifəm dəyişib, nə bilim, mətbuat xidmətində baş məsləhətçiyəm. O zaman mənim də xidmətim qiymətləndirilməyəcək. Bu da belə. Yəni testlərdə də düşür, kimlər qiymətləndirilmir sual. İndi keçirik digər məsələyə. Gəlin baxaq, nəyə baxaq? Görək ki, bu dövlət qulluqçusunun xidməti fəaliyyəti hansı meyarlar üzrə qiymətləndirilir? Burada da var peşə bilikləridir, qulluq vəzifələrinə münasibətdir, təhlil aparmaqdır, problem həll etməkdir, qərar vermə bacarığıdır, yaradıcılıq və təşəbbüskarlıqdır, iş təcrübəsidir, onu bölüşmədir və bir də kollektivdə işləmək və ünsiyyət bacarığı. Bu ümumi hamısına aiddir. Amma uşaqlar bir də var rəhbər üçün. Yəni siz rəhbər olanda bunlar onsuz da rəhbərə də aid da. Amma bunlardan əlavə rəhbərdə hansılar olmalıdır? Görün bu varmı burada? Rəhbərdə bəli var. Baxın. Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti ümumi meyarlara əlavə, yəni yuxarıdakılara əlavə olaraq bunları da olmalıdır. Komanda qurmaq bacarığı, proqnozlaşdırma, idarə etmə və bir də kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı. Bax, bunları mütləq şəkildə yadınızda saxlayın ki, imtahanda bu sizə düşə bilər. Yəni düşə bilər yox, mən olsam bunu salardım, yəni bu kimi sualı rəhbər üçün hansılar? Məsələn, gedirlər burada peşə biliklərini götürürlər ki, bu yalnız rəhbərdə var, yox uşaqlar. Yalnız rəhbərdə dediyi bu 4 dənədir. İndi istəyirsiniz bunu baş hərflərlə yadınızda saxlayın. Məsələn, necə? Baxın. P, I, K, K. Pik. Yəni burada proqnozlaşdırmadır, idarə etmədir, burada komanda qurmaq, kollektiv daxilində. Belə, indi özünüz baxın da sizə necə uyğundursa. Uşaqlar, keçək digər məsələyə və digər məsələdə nə deyir? Ümumiyyətlə qiymətləndirilmə necə olacaq? Mümkün qiymətlər burada necə olur? Əladır, yaxşıdır, kafidir və qeyri-kafidir. Və bunlar belə deyim, qiymətləndirmə olanda bunun yekun qiymətin 50% sizə verilən tapşırıqların icra səviyyəsi olur. 40% bu yuxarıdakı meyarlar var idi, onlardır. 10% isə sizin əmək intizamınızdır. İşə gecikməyiniz, gəlməyiniz, sizin o izahatlar alınır sizdən əgər bir problem olarsa. 10% də bax bununla bağlıdır. Bunu da yadınızda saxlayırsınız. Sonra baxaq görək nəyə. Və bir məsələni də diqqətinizə çatdırım ki, indi siz bunun nəticəsi ilə razılaşmaya bilərsiniz. Razılaşmayanda o zaman sizin rəyiniz də sizin o sənədinizə tikilir, şəxsi işinizə tikilir. Bax belə. Sonra keçək digərinə. Burada nə var? Hə, burada qeyd olunur ki, artıq keçirik digər hissəyə. Yəni bu xidməti fəaliyyətinizi artıq qiymətləndirdilər və sizlər üçün belə də bir mükafatlandırma olur.
Bu, yəni qiymətləndirilmənin nəticəsi olaraq da müsbət fəaliyyətlərə baxaq. Bax, sizi mükafatlandıra bilərlər. Vaxtından əvvəl ixtisas dərəcəsini verə bilərlər. Yəni karyeranızda belə deyək, sürətli şəkildə irəliləyiş. Bu, onu da deyim ki, uşaqlar, bu hər dəfə olmur, belə hər dəfə mənim ixtisas dərəcəm artsın. Bu yalnız bir dəfə olur sizin xidmət ilinizdə. O da müvafiq vəzifədə həmin o növbəti ixtisas dərəcəsi almaq üçün müddət var da, onun yarısını keçəndən sonra verirlər. Belə yoxsa elə mən təzə birinci dərəcə dövlət qulluqçusu aldım, sonra mənə versinlər kiçik dövlət qulluqçusu, elə şey yoxdur. Və yaxud əlavə təhsilə və ya təlimlərə cəlb edilmə var və bir də burada qeyd olunan digər analoji vəzifəyə keçirilmə, yəni bilik və bacarıqlarınıza uyğun olaraq. Baxın, burada qırmızı ox var. Qırmızı ox isə mənfidir. Yəni indi tutalım mənfi olanda sizi aşağı inzibati vəzifəyə də keçirərlər. Əgər qeyri-kafi olarsa, yoxlamanın nəticəsi olaraq. Bax, burada da qeyd etdik. Dövlət qulluqçusu nəticə ilə razılaşmayanda neyniyir? İnzibati qaydada ya da məhkəməyə şikayət edir. İnzibati qaydanın da nə olduğunu demişdik uşaqlar. Yəni dövlət orqanının tabe olduğu yuxarı hakimiyyət orqanına, dövlət orqanına, hakimiyyət dediyim dövlət orqanına müraciət eləyə bilər. Bax belə. Yəqin ki, burada da bir problemimiz yoxdur. Güman edirəm ki, əsas önəmli məsələləri sizlərin diqqətinizə çatdırdım. İndi keçək uşaqlar digərinə. Belə asta-asta danışıram, yəqin yormuram sizi, yuxunuz gəlmir. Keçək digər məsələyə. Digər məsələ burada rotasiyadan. Uşaqlar, rotasiyanın nə olduğu haqqında yadınızdadırsa biz dərs başlayanda demişdim, düzdürmü? Yəni bu şəkildən də aydın olduğu kimi yer dəyişmədir. Burada da qeyd olunur. Dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı rəhbərinin qərarı ilə başqa vəzifəyə təyin edilməsi. Şöbə rəisi kimdir ki, dura məni başqa vəzifəyə təyin edir? O, yəni şöbə daxilində mənim intizamıma baxır, iş görməyimə baxır və s. Və rotasiya zamanı nəzərə alınan məsələlər var. İnzibati vəzifənin təsnifatı, ixtisas, xidməti fəaliyyətin qiymətləndirilmənin nəticəsi və eyni şəkildə qulluq stajınız. Yəni staj deyəndə bu əslində məncə rus sözüdür. Qulluq müddətinizdən gedir də söhbət. Eyni şəkildə yaşınız, ailə və sağlamlıq vəziyyətiniz. Burada nida işarəsi nədir? Bu odur ki, bunda diqqətli olacağıq. Yəni söhbət gedir ki, bir müvafiq vəzifə olsun. O vəzifədə 5 ildən az qulluq keçirsinizsə, rotasiya olunmusunuz. Rotasiya olunmaq üçün sizin o vəzifədə 5 ildən çox olmalıdır, belə deyək, qulluq müddətiniz. Və rotasiya olunanlara da kompensasiya da verilir və bir dəfəlik də ödəniş verilir. İndi sadəcə bu hissəni yadınızda saxlayın. İndi keçək digər məsələyə. Görək digər məsələ nədir? Burada artıq maddə 32-dəyik biz. Söhbət burada gedir dövlət qulluğunda irəli çəkilmə hüququ. Dövlət qulluğunda irəli çəkilmək necə olur? Ya qulluqda yüksəliş yolu ilədir. Buna bir növ daxili irəliləmə deyəcək, ya da müsahibə və ya müsabiqə nəticəsində. Baxın, söhbət nədən gedir? Elə bilin ki, hər biriniz getdiniz dövlət qulluqçusu oldunuz. Növbəti BB-dən daxil olmusunuz. Növbəti BA almaq üçün sertifikat alırsınız. Onun müsahibəsinə gedirsiniz, elə qalxırsınız. Və yaxud ümumi müsahibədə iştirak üçün 5 ildən çox iş stajınız olur, elə gedirsiniz və s. İndi qulluqda yüksəliş yolu ilə də baxacağıq kimlər olur. Yəni məsələn ali 3-cü təsnifatda olanlar, yerli icra hakimiyyəti başçılarının müavinləri və xarici ölkələrdəki ticarət nümayəndələri. Və burada qeyd olunan məsələ nədir? İrəli çəkilmək üçün əsas şərtlərimizə baxaq. Yəni hər biri imtahana düşə biləcək məsələdir. Bunun üçün əlbəttə ki, nə olmalıdır? Vakant vəzifə olmalı ki, siz o vəzifəni tutasınız da. Vakant vəzifə olmasa kimsənin yerindən çıxarası deyilik ki. Sonra vəzifələrin müvəffəqiyyətlə və vicdanla yerinə yetirilməsi məsələsi var. Və digər məsələ də vakant vəzifənin tələblərinə uyğun əlavə təhsilin nəticələri var. Bunu da yadınızda saxlayın və üstünlük hüququ var. Qeyd olunur ki, yəni irəli çəkilmədə əvvəllər rotasiya olunmuş inzibati vəzifə tutan dövlət qulluqçularına üstünlük verilir. Və sonra burada karyeranın planlaşdırılması var ki, bəli, sizin karyera inkişaf planınız hazırlanır. Yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, belə deyək, müəyyən etdiyi qaydada olur. O, yenə qeyd edirəm, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda və yaxud qanunla müəyyən edilmiş qayda. Onun üçün dövlət qulluğu haqqında qızıl qayda mövzuları var, ona baxın. Bu da bizim maddə 32-miz. İndi keçirik digər məsələyə. Bu artıq belə deyim, bizdə hansı dərsə gəlirik? Xidmətdə yaş həddi. Məsələn, mən işlədiyim yerdə əksəriyyəti yaşlılardır.
Amma indi mən onların özünə də deyirəm. Bəzən uşaqlar, bunu sizlər üçün deyirəm, özünüz işlədiyiniz yerdə görə bilərsiniz ki, hətta əməkdaşın 70 yaşdan çox yaşında olsa onu saxlayırlar. O qanun pozuntusudur. Amma onlara biz baxmırıq da, biz nəzəriyyəsini öyrənirik. Amma ümumi yadınızda saxlayın ki, dövlət qulluğunda olmanın yaş həddi 65-dir. Amma 65 yaşınız olanda sizi işdən çıxartmırlar, çıxın gedin. Sizi hər dəfə 1 il uzatmaq şərti ilə maksimum 70 yaşa qədər saxlaya bilərlər. Və burada da qeyd olunur ki, ümumi 5 ildən çox sizi saxlaya bilməzlər. Yəni maksimum 70 yaşa qədər saxlaya bilərlər. Və qeyd olunur ki, uzadılma yalnız dövlət qulluqçusunun razılığı əsasında mümkün olur və digər məsələni də yadınızda demək istəyirəm ki, ali 3-cü təsnifat var. Yəni ali kateqoriyada, ümumiyyətlə təsnifat olaraq danışaq. Məsələn, 1-ci kateqoriyada da 3-cü təsnifat var. Ali 3-cü təsnifata aid vəzifələrdə kim ki qulluq keçir, onların dövlət qulluğunda olma müddəti uzadıla bilər uşaqlar. Yəni bu 70-dən də çox ola bilər. Çünki niyə? Elə bilin ki, generaldır da. Məsələn, generallar tutalım 70-də çıxırlarsa, onlar üçün xüsusi bir. Onların yəni buna adiyyatı yoxdur o ali 3-cü təsnifatda. Onlar ən yuxarıdadırlar. Və keçək digər məsələyə uşaqlar. Burada qeyd olunan bir önəmli məsələ var ki, indi mən durum hamının yaşı 65-i keçib mən bunu artırım 1 il olmur. Deyir ki, nə deyir? Deyir, əgərləri, yəni bir dövlət, bunu belə nümunə ilə deyim də, bir dövlət orqanında işləyirsiniz və burada işçilərin sayı 100-dür. İndi bunu yuvarlaqlaşdırıram, ya 100-dən azdır. 100-dən az olanda bu ümumi işçilərin sayının uzadılması, yəni 2 ştat vahidinə qədər yuvarlaqlaşdırılır. Nəyə demək istəyirəm? Yəni 100 işçi varsa, onun maksimum 2 dənəsinin yaşı keçə bilər həmin bu 65-i. Yəni qanun belə deyir. Amma 100-dən çox olanda necə baş verir? 100-dən çox olanda burada qeyd olunur ki, dövlət orqanının aparatının və digər struktur qurumunun çalışma müddəti uzadılmış işçilərinin sayı həmin aparat və struktur qurum işçilərinin sayının 2%-dən artıq ola bilməz. Məsələn, 1000 adamdırsa, belə deyirəm. 1000 adamda o zamanları bunun 2%-i nə qədər eləyir uşaqlar? 20 nəfər. Yəni 20 nəfərdən çox ola bilməz. Və ümumi də burada bir dənə məsələ də var. Digər məsələ 15% məsələsi var ki, burada da nə deyir? Yəni deyir ki, dövlət qulluğunda olma müddəti uzadılmış şəxslər, həmin ki bu şəxslər var. Dövlət qulluqçularının sayı dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 15%-dən artıq ola bilməz. Məsələn, Fövqəladə Hallar Nazirliyinin tərkibinə 40 dənə qurum tabedir. Burada ümumi 40.000 işçi var. İndi bu 40.000 işçinin 15%-ni hesablayırıq. Səhv eləmirəmsə, indi hardasa 600 eləyir. Yəni 600-dən çox işçinin yaşı uzadıla bilməz 65-dən çox. Bura qədər bir problem yoxdur uşaqlar. Hə, deməli yoxdur. Əla, keçək digər məsələyə. Digər məsələ nədir? Xidmətin müddətin uzadılması. Bunu da hər kəsə belə də uzatmırlar. Məsələn, bizdə olub, əksərən də bizdə xadimələrdə uzatmırlar. Elə onların vaxtı çatan kimi çıxarırlar. Amma burada qeyd olunur ki, xidmətin müddətin uzadılması. Yəni bunlar uzadılanda nələr nəzərə alınır? Nümunəvi xidmətdir. Məsələn, baxırlar ki, bunun bir intizam tənbih tədbiri tətbiq olunmuyor. Elmi dərəcəsinin olmasına baxırlar. Sonra dövlət təltifləri ilə təltif edilməyə və eyni şəkildə attestasiyadan, yoxlamadan 3 dəfə müvəffəqiyyətlə keçməyinə baxırlar. Bu da belə. Uşaqlar, indi keçək digər məsələyə, maddə 33-ə keçək. Maddə 33 isə dövlət qulluğuna xitam verilməsidir. Gəlin görək hansı hallarda xitam verilə bilər. Öz arzunuzla çıxa bilərsiniz. Daha sonra dövlət orqanı ləğv oluna bilərsə, məsələn, bundan əvvəl Rabitə Nazirliyi vardı, yadımıza düşür, Nəqliyyat Nazirliyi bağlandı və s. Sonra dövlət qulluqçularının sayı və yaxud ştatlar ixtisar edilərsə, yəni sakraşena deyirlər buna el arasında. Dördüncü olur, qanunvericiliyin tələbləri pozularaq işə qəbul olunursa, sertifikatın qüvvədə olma müddəti bitirsə və yenisini ala bilmirsə və qeyd olunur ki, digəri burada deyir, bu hissədə qeyd olunur ki, 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə. 25.2.6-cı maddəni kim deyə bilər mənə uşaqlar? Yəni bilən var aramızda. Bunu
Məsələn, nəyi soruşdunuz, üzr istəyirəm, təkrar edə bilərsiniz? Bax, burada 6-cıda, 6-cı maddəni görürsüz. Qeyd olunur ki, bu maddəyə uyğun olaraq azad edildikdə. Burada nə gedir ümumiyyətlə? Yəni bu nə demək istəyir? Niyə azad oluna bilərik burada dövlət qulluğundan? Yəni orada bir dənə məsələ var idi, nəsə səhv etmirəmsə, nəsə məhdudiyyətlər falan demişdiniz ki, olar. Yox, məhdudiyyət deyil. Məhdudiyyət yox. Baxın, sizin barənizdə intizam tənbeh tədbiri tətbiq olunur. Kobud surətdə pozulanda bu. Mütəmadi olaraq. Bəli, pozulanda artıq dövlət qulluğundan azad oluna bilərsiniz. Amma bununla bitirmir, bununla bitmir. Bir dəqiqə, hə. Sonra baxırıq nəyə? Və qeyd olunur ki, dövlət qulluğunun xitam verilməsi üçün əsaslar hansılardır? Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, yəni bizdə ikili vətəndaşlıq olmur. Sonra ya qanunverici digər hakimiyyətin digər qolunda işləyəndə, ya bələdiyyədə işləyəndə, bələdiyyə seçiləndə və yaxud hakim təyin edildikdə, yəni məhkəmə hakimiyyətində olduqda və yaxud əmək qabiliyyətinin 6 aydan çox müddətdə tam itirilməsi. Bu bülletenə çıxmaq deməkdir və eyni şəkildə onu deyim. Yəni 6 ay niyə deyirlər? Hətta bayaq da dedim ki, ödənişsiz məzuniyyətin də maksimum müddəti 6 ay olur. Sonra məhkəmənin qanuniyə qüvvəyə minmiş ittiham hökmü olursa, dövlət qulluqçusu vəfat eləyirsə, itkin düşmüş elan olunursa və yaxud bizdə bu arada bunlar olub, bu itkin düşmə halları falan. Dövlət qulluğunda olmanın yaş həddinə çatanda, bu da bayaqçıdır, yəni 70 yaşa çatdı. Bu arada itkin düşəndə necə olur? Yəni əməkdaşdan xəbər ala bilmirlər, sonra baxırlar ki, əməkdaş Moskvadadır. Hə, bu da dövlət qulluğuna xitam verilməsi məsələsidir. Və bununla da demək olar ki, uşaqlar bitiririk. İndi sizə deyəcəm. Qanun 2001-ci sentyabrın 1-də qüvvəyə minib, 2001-ci ildən. Görün nə qədər üstündən vaxt keçib. Hə, buyurun. Kimsə sual verdi. Bir şey soruşmaq. İtkin düşməklə bağlı bir şey dediniz. Nə ilə? Məsələn, itkin düşməklə bağlı. Bəli, dedim. Məsələn, mən dövlət qulluqçusuyam, yoxa çıxıram, məndən məlumat ala bilmirlər də. Yəni o halda da bu cür elan edirlər. Yoxsa yox, o birdən-birə olmur axı. O birdən-birə olmur. Biz siz qurumlar axtarırlar ki, mən hardayam, harda yoxa çıxıram. Hə, o sizdən ümumiyyətlə müddət olur da, hansı müddətdə. Məsələn, belə deyim də, əməkdaşın özünə zəng eləyirlər, əməkdaş özü məsəl üçün deyirəm, telefon götürmür, ailə üzvləri ilə əlaqə saxlayırlar. Ondan sonra artıq olmayanda digər qurumlara, məsələn, hava yolu bədim azalınan əlaqə saxlayırlar, məktub yazılır Azala. Məsələn, bizdə əməkdaş vardı, biz yazdıq, Azala yazmışdıq. Azaldan məktub gəlmişdi ki, bu əməkdaş belə bir adında vətəndaş filan vaxtı Moskvaya gedib və geri dönüşü yox idi adamın. Başa düşdüm, çox sağ olun. Yəni belə olur. Hə, uşaqlar, bir məsələni də deyim, burada bu slaydda qeyd olunmayıb. Nəyə demək istəyirəm? Və qeyd oluna bilər ki, kimlər belə deyək də, kimlər deməyim, yəni qısa şəkildə belə deyim. Öz arzunuzla dövlət qulluğunuzdan çıxanda, məsələn, bu pensiya yaşına çatırsınız və artıq deyirsiniz ki, mən işləmirəm də çıxıram pensiyaya. O zaman sizə o pensiyanızın 6 misli məbləğində bir dəfəlik haqq verilir və ondan da vergi tutmurlar. Bilirsiniz, maaşınızdan vergi tuturlar və s. Və bir məsələni də diqqətinizə çatdırım ki, uşaqlar işdən çıxmaqla bağlı. Məsələn, ərizə yazırsınız ki, hə, mən işdən çıxıram, amma dövlət orqanının rəhbəri sizə ehtiyacı var. Yəni və lazım olarsa bir ay işləməlisiniz. Hətta belə deyək, zərurət yaransa dövlət orqanının rəhbəri əlavədə bir ay uzada bilər. Yəni ərizə yazandan sonra siz 2 ay müddətində işləyə bilərsiniz maksimum. Yəni demir, eyni 2 ay işləməlisiniz. Deyir, yəni belə bir zərurət yana bilər ki, sizin yerinizə əməkdaş tapana qədər və s. Ona qədər belə deyim, siz orada qala bilərsiniz. Bax belə. Bu bizim bir məsələmizdir. Amma bununla bizim məsələmiz bitmir uşaqlar. Bu gün bir dənə də dərsimiz var bizim. Yəni elə bilməyin bu bitdi. Növbəti dərsimiz hansıdır? Növbəti dərsimiz dövlət qulluğu stajına əlavə haqların edilməsidir. Buna da baxaq, sizlərlə bu dərsə də baxaq, maraqlıdır. Balacadır bu, çox da böyük deyil və qeyd olunur, keçirik digər məsələyə. Hə, bura önəmli deyil, qanunun 22.7-ci maddəsinə əsasən hazırlanıb və s. Məsələn, burada əsas məqsəd nədir? Dövlət qulluğunda uzunmüddətli fəaliyyəti tanıyıb dəyərləndirmək nəyə demək istəyir? Gəlin bu vaxtlara baxaq, görün bu vaxt hissəsi budur. Hə, birinci buradan baxaq. Deyir ki, bu əlavə haqq nə vaxtdan ödənilir? Daimi dövlət qulluğuna qəbul edildiyiniz vaxtdan ödənilir. Siz bilirsiniz 9 ay müddəti olur, staj və sınaq müddəti var. 6 ay
staj idi, 3 ay sınaqdır və bu müddətlər buna aid olunmur əlbəttə ki. Çünki biz baxacağıq aylıq vəzifə maaşına əlavə haqq, yəni 1 iliniz tamam olandan sonra başlayır və burada da var. Baxın 1 ildən 5 ilə qədər 5%dir. 5 ildən 10 ilə qədər 10%dir. 10 ildən 15 ilə qədər 15 yox 20%dir və 15 ildən yuxarı isə 30% sizin maaşınıza əlavələr olunur. Hətta hərbi sistemdə işləyənlər varsa, onlar bunu daha yaxşı biləcək. Məsəl üçün qüsursuz xidmətə görə falan onlara da belə pul verilir. Məsələn, maksimum 30% oldu onlara da belə və sonra keçək digər məsələ, burada önəmli məsələdən görək nələrə baxaq. Bunu dedim. Hə, burada sadə yazılıb ki, məsəl üçün əlavələrin ödənilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsinə xüsusi vəsait hazırlanır və dövlət orqanlarında dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 2 misli həcmindədir. Mən keçən səfər demişdim uşaqlar sizə yadınıza düşürsə. Demişdim ki, məsəl üçün tutalım 800 manat alırsınızsa, son 2 ildə belə olub, 110% artım var bunlarda. Məsələn, 800-ün 110%-də hardasa 880 manat eləyir də. Yəni onu da toparlayıb elə verirlər. Bax bu belə öz qaydasında. Və keçək digərinə, qulluq stajı görək nədir? Uşaqlar, qulluq stajına baxırıq. Qulluq stajı, yəni dövlət qulluqçusuna əlavə haqqın verilməsi üçün əsas götürülən və qanunvericiliklə müəyyən edilmiş fəaliyyət dövrlərinin cəmidir. Yəni nədir? Yəni qulluq xidmətinizdə müddət dövrü sadə şəkildə desək. Sonra baxaq, burada testlərdə bu düşür əsasən. Yəni staja daxil edilənlər. Yəni siz bir dənə öyrənəndə ilə bu hissəni öyrənsəz bəsdir. Yəni testlərdə belə düşür. Dövlət qulluğunda qulluq stajı hesablananda hansı dövrlər nəzərə alınır və yaxud hansılar nəzərə alınmır? İndi baxırıq. Deyir ki, cari vəzifədəki qulluq stajı. Yəni hal-hazırda tutduğunuz vəzifədəki iş müddəti. Sonra keçək hansına baxaq. Məsələn, əvvəlki dövlət qulluğu vəzifələriniz, orada nə qədər işləmisiniz, staj və sınaq müddəti. Yəni dövlət qulluğundakı staj və sınaq müddəti var. Eyni şəkildə staja daxil edilən burada məzuniyyət və fasilə dövrləri var və bu arada uşaqlar bir məsələni diqqətinizə çatdırım. Burada söhbət gedir ki, sizin əmək haqqınızın saxlanma şərti ilə dövlət qulluğundan ayrıldığınız müddət, bu da önəmlidir, yadınıza saxlayın. Əmək qabiliyyətinizin müvəqqəti itirildiyi müddətdə sayılır, yəni bültenə çıxırsınızsa. Sonra burada hansı var? Ödənişli məzuniyyət var. O cümlədən sosial məzuniyyət var uşağa qulluq eləmək üçün. Yəni bu sosial məzuniyyət də ona sayılır. Və sonra əmək qabiliyyətini dedim, bunu da dedim, vəzifə maaşının saxlanılması məsələsi ilə bağlı olan. Hə, məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi iş buraxma dövrü var. Sonra xüsusi hallar var. Məsələn, bir məsələni diqqətinizə çatdırın uşaqlar. Həqiqi hərbi xidmət dövründə bu sayılmayacaq o staja. Yəni o həqiqi hərbi xidmətdən əvvəlki dövrdə nə xidmət eləmisinizsə o sayılır. Bir də ondan sonra. Bu belə sonra baxaq görək. Digəri hansıdır? Burada əslində elə bir şey qalmadı. Ən çox da oradan düşür. Və burada qeyd olunur ki, 1991-ci ilə qədər bu SSR zamanında Sovet partiya orqanlarındakı iş müddəti də nəzərə alınır. Bunu mütləq şəkildə yadınızda saxlayın. Sonra bax belə, hə, bir də bir məsələni var. Ümumiyyətlə bu staj dövrü ilə yaranmış problemləri hansı qurum həll eləyir? Bu testlərdə qabağıma çıxır. Dövlət Qulluğunu İdarə Etmə Şurası var ki, məhz o həll eləyir. Bax belə. Sonra görək nə var. Başqa əslində bir şey varmı? Burada var. Bura salmışam. Məsəl üçün deyir ki, dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır, amma buna heç ehtiyac yoxdur, yəni bu qədər dərinə getməyə bizə. Yəni ümumi slayda baxa bilərsiniz. Məsələn, baxın, məhsul qurum var. Məhsul qurumu demişəm. Yəni Dövlət Qulluğunu İdarə Etmə Şurasıdır. Bunu yadınızda saxlayın. Sonra nə var? Bax belə, əslində elə bir şey qalmayıb. Bu hissə görürsünüz, proseduru danışmışam. Hə, bunlar isə ümumidir. Bax belə, əsas məsələni diqqətinizə çatdırdım. Zaten burada yəni çox da sizi yormaq istəmirəm. Bir staj dövrünə hansılar aiddir, ona baxın. Bir də bu yaranmış mübahisələri hansı qurum həll eləyir? Dövlət Qulluğunu İdarə Etmə Şurası. Və bir də bu müddətlər də 1 ildən 5 ilə qədər müddət deyirəm, neçə faiz verilir və s. Bax bunları bilsəz məncə bəsdir, kifayət qədər işlədik. İndi isə Dövlət İmtahan Mərkəzinin test toplusundan bəzi
testlərə baxsaq məncə yaxşı olar. Başladıq. Uşaqlar, 7 nəfər var. Məncə az nəfər də deyil. Və burada mən bir dənə bunu götürüm. Hə uşaqlar, 236-cı sual. Bəzi suallar olacaq ki, mən sizdən soruşacağam, deyəcəm kim cavab vermək istəyir və siz o şəkildə cavab verərsiniz. Bəzi suallar da olar, ona özüm cavab verərəm. Hə, bir nəfər də qoşulmaq istədi. Uşaqlar, kim cavab vermək istəyir 236-ya? Şərh hissəsinə yazırsınız. Mən yazdım şərh hissəsində. Hə, görürəm. Elə siz də bunun izahını verin. Görək burada nə deyir. Demək deyir ki, sualda dövlət haqqında Azərbaycan Respublikasının qanununa əsasən dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir. Doğru cavab B variantıdır. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilirdi. Uşaqlar, digəriniz də yazın şərh hissəsinə bir nəfər yazır. Bax belə, doğrudur. B variantı bizdə olacaq. Yəni, Azərbaycan Respublikasının vətəndaşına xitam verdikdə dövlət qulluğundan azad edilir. Bu da belə. İndi keçək digərinə, uşaqlar. Görək 237-ci suala baxaq. Burada nə deyir? Burada qeyd olunur ki, dövlət qulluğu haqqında qanuna əsasən 4-cü təsnifat üzrə daha yüksək ixtisas dərəcəsi alınması üçün hansı tələb müəyyən edilir? Buyurun, Ruxsarə xanım, siz cavab verin görək. Yox, biz buna keçən səfər də baxdıq. Keçən səfər baxdıq. Bu birinci, ikinci təsnifatlara aiddir. Doğru cavab. A demirəm, A deyil cavab. Hə, A deyil. Çünki A-nın olması üçün birinci, ikinci təsnifata aiddir. Bu həm ümumi 5 il staj. İsim təşkil etməlidir. Bəli. C variantı. Bəli, C variantı bizdə doğru cavab olacaq. Yəni müvafiq inzibati vəzifələr üzrə müəyyən edilmiş ixtisas çərçivəsində, ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil eləməlidir. Hə, buna baxaq. 238. Burada qeyd olunur ki, dövlət qulluğu haqqında qanuna əsasən, bunu özüm deyəcəm, dövlət orqanı əsasında müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi tərəfindən publika hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularına dövlət qulluğuna xitam verildiyi tarixə Azərbaycan Respublikasının qanunda nəzərdə tutulmuş əmək pensiyası yaş nəzarətnaməsina görə uşaqlar, mən bildim bu sualda nə deyir. Bu var idi ki, dövlət orqanında işləyirsinizsə, yəni pensiyanıza əlavələr olunması üçün minimum 15 il lazım idi. Amma əgər həmin o dövlət orqanı çevrilirdisə publika hüquqi şəxsə, o zaman 15 yox, 13 il bizə lazım idi. Ona görə bunları çıxırıq və ən çoxu 2 il qalmış idi da. 15-dən 2 çıxanda 13 eləyər. Ona görə doğru cavabımız C olacaq və əmək pensiyaları haqqında qanuna görə idi. Burada sualı tam oxumadım axıra qədər, amma nədən bəhs etdiyimi bildim. Ona görə bax belə. C variantını bildik. İndi keçək 241-ci sualı gördüm. 241-ə baxaq. Burada qeyd olunur ki, dövlət qulluqçusu ilə bağlı doğru fikri buyurun. Yaxşı, Günay xanım, buyurun. Uşaqlar, digərləriniz də aktiv iştirak edə bilərsiniz. Demək müəllim, burada deyir ki, dövlət qulluqçusu haqqında qısa da oxuyum, doğru fikri bizdən istəyir. A variantında deyir ki, dövlət qulluqçusu ictimai birlikləri üzv olmaq hüququ məhdudlaşdırılmır. Məhdudlaşdırılmır, amma məhdudlaşdırılır qanunun çərçivəsində belə bir cümlə var idi orada. Bəli, yəni vəzifəsindən olmasa. Bu qırıq ona görə. B variantında deyir ki, dövlət qulluqçusu başqa ödənişli və gəlir gətirən fəaliyyətlə məşğul ola bilməz. Bu səhvdir, deyir ki, elmi pedaqoji fəaliyyət məsələsi var idi yəni burada. Ona görə bundan çıxdı. C variantında deyir ki, dövlət qulluqçusunun əlavə təhsil alması həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir. Bunu bir dəqiqə saxlayayım, mən D variantında oxuyum. Bu C-ni düzdür, sadəcə D-ni də oxuyum. Dövlət qulluqçularının mükafatlandırılması qaydaları qulluq keçidləri dövlət orqanı rəhbəri tərəfindən hazırlanır və təsdiq edilir. Burada şaşdım. O dövlət orqanı rəhbəri müəllim orada. Uşaqlar, bu məsələ, yəni mükafatlandırılma məsələsi var. Bu mükafatlandırma qanunvericiliklə müəyyən olunurdu. Bunu yadınızda saxlayın və digər məsələ ona görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən deyildi o.
Burada nə deyir? Yəni hazırlama və təsdiq olunma məsələsi var. Təsdiq edilməsi uşaqlar, valla orada yazılıb ki, mükafatlandırılmanın növü ilə qaydaları qanunvericilikdə müəyyənləşir. Eyni şəkildə qaydalar məsələsinin hamısı məncə qanunvericilikdədir, amma yenə baxa bilərik. Yəni mükafatlandırılma qaydaları. Amma Mükafatlandırılma. rəhbər söz yox idi da müəllim, dövlət orqanının rəhbəri. Yəni elə bir cümlə xatırlamıram. Yox, dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunmaz axı. Mükafatlandırma qaydaları hətta. Məncə bu qanunvericiliklə olacaq. Bu dövlət orqanı rəhbəri tərəfindən olmayacaq. Qanunvericilik müəyyən olunur. Baxdım mən kitabda. Aha. C variantı o zaman oldu bizim doğru cavabımız. İndi 234-ə də baxaq elə. 234-dür, yox, əstəğfurullah. 242. Mən niyə bunu səhv gördüm? Bu tərəfə də çevirmişəm. Nə deyir? Yanlışı soruşur bizdən uşaqlar. 242-də və burada qeyd olunur ki, dövlət qulluqçusuna intizam tənbihi qanunla nəzərdə tutulmuş əsaslar yarandığı günə. Keçən səfər baxmışıq. Burada hansıdır uşaqlar? Kim deyə bilər? 242-də mənim addım. Niyə? Çünki mən doğruda yanlış istəyir, bu səhvdir axı. Niyə İlk dövlət səhvdir? qulluqçusunun intizam tənbihi qanunla nəzərdə tutulmuş əsaslar yarandığı gündən bir ay içində də şey edilə bilər. Elə deyil də axı, bir ay düzü ilə, amma qanunla nəzərdə tutulmuş əsaslar yarandığı gün deyil. Burada qeyd olunur ki, əsaslar aşkar edildiyi gündən, Demişəm, yarandığı sən gündən, demişsən. bəli, Bəli. keçən də sizə dedik, bax imtahanda sizə düşə bilər, çaşdırıcı sualdır. Bu sualı rahat keçək. Nə deyib? Birinci təsnifatına aiddir. Əlbəttə ki, ikinci dərəcə dövlət müşaviri. Yəni inzibati vəzifədən söhbət gedirsə, burada da inzibati var. Çünki burada belə deyək də, burada qeyd olunur, birinci təsnifatda nə vardır? Birinci dərəcə dövlət müşaviri, ikinci və üçüncü dərəcə dövlət müşaviri. Sonra 244-ə də baxaq elə, deyir ki, hansı mövcud deyil yardımcı vəzifədə. Bəli, dövlət qulluğunun referenti variantı yoxdur. Sonra keçək digərinə. Məsələn, görək maraqlı suallardan nə var? Hə, bunu biz artıq baxa bilərik 245-ə. Qeyd olunur ki, dövlət qulluğunun qəbulu ilə bağlı doğrudur. Uşaqlar şərh hissəsini də yaza bilərsiniz, belə deyim, tez oxuyub. Məsələn, burada qeyd olunan məsələlərdən doğrunu istəyir. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikası adından müvafiq dövlət orqanı sənədi ilə təsdiq edilir. Bu qalsın. Şəxs dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğu haqqında qanuna uyğun olaraq yalnız bir sertifikat ala bilər. Xeyr, bir neçə sertifikat ala bilərdi. Və qeyd olunur ki, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində istənilən sayda deyir. Xeyr, uşaqlar. İstənilən sayda müsahibədə iştirak edə bilməzdir. 5 dəfə idi. 5 dəfə üçün ödənişsiz müraciət edə bilərdi. Ona görə bu da yanlışdır. D-də nə deyir? Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda deyir, inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilir, yol verilmirdi. Ona görə A variantı bizdə oldu. Doğru cavabımız. Yaxşı, 249-u kim deyər uşaqlar? Deyir, staj müddəti qutarandan sonra iştirakçının dövlət qulluğuna qəbul edilməsinin məqsədə uyğun olub-olmadığı barədə tövsiyəni kim təqdim eləyirdi? Kurator deyildi, müəllim. Bəli, kurator idi. Tövsiyə verir. Sonra uşaqlar, bayaqları dedim, bu 250-ci sualda nəyə demək istəyirəm? Yəni, ali kateqoriyadır, yerli icra hakimiyyəti başçılarının müavinləridir. Bunların vəzifədə yüksəlişi necə oldu? Burada qulluqda yüksəliş və müsabiqə yolu. Müsabiqə yox, müsahibə. Müsahibə. Yaxşı, buna baxmışıq. Sonra maraqlı suallara baxaq. Gəlin buna baxaq, bugün keçdiyimizdən baxaq. Deyir ki, qanuna əsasən dövlət orqanının rəhbəri dövlət qulluqçusu üçün müəyyən edilmiş iş vaxtını ay ərzində vəzifə ödənilmədən artıra bilərmi? Uşaqlar artıra bilərdimi? Bəli, ay ərzində 5 saat məsələsi var idi. Bəli, bəli. Ümumi 5 saatdan artıq müddət məsələsi idi. Özə burada belə bax, qulluq məndə nəsə donur elə bir. Qulluq üçün zəruri olduqda müstəsna hallarda 5 saata qədər. Sizdə də dondu uşaqlar. Yuxarı qalxıram. Səsim yaxşı gəlir. Bəli.
Ha, Ben tamam. mənim gəlirəm arada donur. Yəni bundan əvvəl də donurdu arada, yoxsa necə? Yox, indi oldu. Yəni Ha, bir arada iki məndə dəqiqə də oldu oldu. nəsə. Ona görə dedim. Bəli, C variantı oldu doğru cavab. Nəsə gərək EBB Finder-dan açmazdım bunu. Yaxşı. 254-cü sualı kim izahım verə? Bu sadədir əslində. Deyir ki, dövlət qulluqçusuna haqqı ödənilən əlavə məzuniyyət verilir. Nəyə görə? Mənim D variantı əvəzsiz üzrə əlavə iş müddətinə görə. Tamam. Ruxsara xanım nəsə demək istəyirdiniz elə? Getmişdim mən sual neçəyə baxır? 254-ə baxırdıq ki, əlavə məzuniyyət verilir. Uzun illər işləməyə görədir. Bilirsiniz, yəni 5 il işləsəz 2 gündür. 5 ildən 10 ilə 2 gündür. 10 ildən 15 ilə 4, 15 ildən yuxarı 6 gündür. Ona görə D variantıdır doğru cavabımız. Sonra buna baxaq. Bunu bu gün keçmişik. 259-u. Dövlət qulluğu keçməklə bağlı yanlışı bizdən istəyir. Qeyd olunur ki, dövlət qulluğunda olmayan yaş həddi 65-dir. Bu doğrudur. Dövlət qulluqçusu qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu ilə dövlət qulluğunda irəli çəkilə bilər. Bəli, burada yanlış bir şey görmürəm. Dövlət qulluqçusunun dövlət qulluğuna yalnız qanunvericinin tələbləri pozularaq işə qəbul edilərək xitam verilə bilər. Belə deyir axı biz 50 dənə burada maddə sayırıq. Öz arzusu ilə xitam veriləndə nə bilim o qədər məsələ var. Yəni dövlət qulluqçusunun öz arzusu olduqda dövlət qulluğuna xitam verilə bilər. Elə biri də budur, indicə dedim. Və burada bizim doğru cavabımız 259-da nə deyirdi? Yanlış istəyirdi və yanlışdır. Hə, C yalnız da yalnız deyir çünki. Dedim axı. Yalnız olmaz yəni bir çoxu var. Yaxşı 256-ya baxaq. Dövlət qulluğunun şərtləri ilə bağlı yanlış istəyir bizə. Uşaqlar elə gözümə burada bir dənə bir şey sataşdı. Nə idi gözümə sataşan? D variantında qeyd olunur ki, inzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 21 təqvim günü. 21 idi. 30 gün. Əla, əla. 30 gün idi. Yadınızda saxlayın. D variantı olacaq yanlış cavabımız. Sonra keçək 257-ci suala. Bu da bizdə maraqlı sualdır. Burada qeyd olunur yanlış istəyir. Dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurum işçilərinin ümumi sayının 15%-dən artıq ola bilməz. Bu doğrudur. B-də nə deyir? Yalnız deyir ali təsnifata aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti 5 ildən artıq da uzadıla bilər. Burada yalnız məsələsi var uşaqlar. Burada əslində bizim elə yanlışımız bu olacaq. Dövlət qulluğunda uzadılma müddəti. Orada necə idi? Yadımıza salaq bir daha. Yəni ona baxana qədər digərinə baxım. Ondan sonra keçək buna baxaq yenə. Deyir 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti hər dəfə 1 ildən çox olmayan. Düzdür. Necə? C-lə D düzdür. Hər dəfə 1 ildən çox olmayaraq çatıla bilir. 5 ildən çox uzadılmasına da yol verilmir. Bəli, bəli. Ona görə elə burada bizim bir dənə variantımız qalır. O da burada qaldı. B variantı qaldı ki, 5 ildən artıq uzadıla bilər. Sadəcə orada qeyd olunurdu inzibati vəzifələrin ali 3-cü təsnifatından söhbət gedirdi. Bu isə deyir yalnız ali təsnifat. Ali 3-cü təsnifat idi uşaqlar. Ona görə belə. Yəni bu buna görə yanlışdır. Yalnız ali yox, ali 3. Yaxşı. Keçək digərinə. Buradan bunda belə sayım. 260-a baxaq. Mən də buradan siz baxın uşaqlar, mən də bunu silim. Razerim hardadır? Hə, bunu belə eləsəm. Bu hissəni silmək istədim. Tamam. Dövlət qulluğu keçməklə bağlı sualdan söhbət gedir burada. Qeyd olunur ki, dövlət qulluğunda günah şeyinə əvvəl qaldı. Hə, buyurun Günah xanım, yaxşısı cavab verin. Hamısına mən cavab verim. Deməli, burada deyir ki, dövlət qulluğu haqqında qanuna əsasən dövlət qulluğu keçməklə bağlı doğrudur. A variantında deyir ki, yaş həddinə çatdıqda yardımcı vəzifəyə keçilir. Bu yanlışdır. A-nı çıxırır. Bəli, belə bir B şey. variantında deyir ki, dövlət orqanının rəhbəri dövlət qulluğunu davam etdirmək barədə xahişi olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən bir ay ərzində dövlət qulluğunu davam etdirə bilər. Bu doğrudur. Yəni bir ay sonra çıxa bilər də, yəni sırası çıxmaq olmaz.
Sonra Yox, bir yanlış Yo, yo, olmalı. yo. Dövlət qulluqçusunun öz arzusu ilə yox. Demək, rəhbərin o istəyi ilə qalır. Yaxşı, digərlərini oxuyun uşaqlar. Digərlərini oxuyun, keçək. Yəni siz digərinə bunu dediniz. baxın. Dövlət orqan rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəsini verdiyi gündən 6 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Xeyr, 6 ay deyil idi, bu 2 ay idi. C-ni də çıxırıq. 2 yox, birinci 1 Sonra- aydı. Zərurət Birinci olanda bir 1 ayda, ayda. sonra əlavə bir ay artırıla Bəli. bilərdi. D variantında deyir ki, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı varsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən bir ay ərzində dövlət qulluğunu davam etməlidir. Hı. Bu da düzdür. Elə doğru cavabımız budur. Niyə uşaqlar? B variantında deyir ki, dövlət orqanı rəhbərinin xahiş eləmir, qərarı olarsın. Müəllim həm də üzr istəyirəm, orada davam etdirə bilərdi, amma davam etdirməli olmalıdır. Bəli, davam etdirməli də olmalıdır. Qərar varsa, etdirməlidir. Qərar verir. Yəni bu deyir etdirə bilər odusu, etdirməyə də bilər. Yəni ona görə 2 variantda ikisi də yanlış gedir. Burada D variantı bizdə doğru cavab olacaq. Yadınızda saxlayın. Sonra keçək digərinə. Əslində buna da baxa bilərik. 261-ə sadəcə sizi yormaq istəmirəm. Yaxşı, 261-ə kim cavab vermək istəyər? Yoxsa mən özüm deyim? Buyur, Ruxsarə xanım, siz cavab verin. Azərbaycan Respublikasının qanunu seçimi yanlış müddəanı müəyyən edir. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsdiqatının ən çox 2 təsdiqatı aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları və belə ən çox 2 təsdiqat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilirlər. Bu doğrudur. Tamam, doğrudur. B-yə baxaq. Dövlət qulluqçularının əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları nəzərə alınmaqla. Mənim burada dövlət qulluğu haqqında qanunun müddəaları nəzərə alınmaqla Əmək Məcəlləsi. Bəli, tam tərsin vermişdi. Ona görə də dövlət qulluğuna qəbul edilən şəxs sonradan Bu da doğrudur. Sonuncu sertifikat şəxsə müddətsiz verilir. Həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Bu doğrudur. Doğrudur. Bir də D variantını oxuyun. İnzibati yardımçı vəzifələrin təsdiqat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilir. Orada mənim yol verilmirdi də. Bəli, yol verilmir. Müsahibə olurdu. Bir də ehtiyat kadr olanda elə Daxili müsahibəyə ümumiyyətlə həmin o ehtiyat kadrdakı şəxs sonra təyin olunur. Yaxşı, bu da belə. Bir şey soruşmaq istəyirəm. Burada C variantında deyirik 2 dəfə sertifikat aldıqda bu 3 dəfə deyil idi. Yox, 2 dəfə deyir alandan sonra bir dəfə varınızdır. Sonra 2 dəfə alandan sonra sonuncu sizə müddətsiz verilir. Tamam, başa düşdüm. Siz olmalısınız ki, alasınız da. Yoxsa elə mən də gedərəm imtahana hazırlaşaram. 1 dekabrda imtahan verərəm. Yanvarda 1 də fevralda deyərəm mən ömürlük dövlət qulluğundayam. Elə şey olmur axı. Yaxşı uşaqlar, 262-ci sualı özüm oxuyum. Nə deyir? Deyir ki, yanlış istəyir bizdən. Dövlət qulluğuna xitam verilməsinin əsaslarına aid deyil. Dövlət orqanı ləğv olunanda olar da, niyə olmasın ki? Dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitəndə, lakin dövlət qulluqçusu növbəti sertifikatı ala bildikdə, ala bilmədikdə olar da. Ona görə bu da bizdə yanlış. B variantı bu da oldu belə. Sonra, məsələn, bunu biz bugün keçdik. Özə maraqlı sualdır. 265-ci sualı buyurun uşaqlar. Nə deyir? Deyir ki, rəhbər vəzifə tutan dövlət qulluqçusu fəaliyyətinin qiymətləndirilməsinin əlavə meyarları. Mən nə demişdim sizə? Dedim yadınıza saxlayın pik sözün. Ona görə buradan pikləri götürə bilərik. Elə biri proqnozlaşdırın. Sağ olun, mən cavablayım. Tamam, buyurun. Bax, bu sözü yadınıza saxlayın. Fərqli olanlar var idi 4 dənə. Onlar sırf rəhbərlərə aid idi. Bu sözlərin baş hərfləri var idi. P hansıdır? Pik sözünün 2 dənə Q-nı var. Aha. Kollektiv daxilində nüfuz və ruhlandırmaq bazarlığı hədəf bunu rəhbər etməlidir. Niyə fikir etsin ki bunu? Bir rəhbərə aiddir. Kollektivdə işləmək və ünsiyyət bazarlığı bu hər kəsə aiddir. İşçiyə də aiddir. Bu iki deyil fərqli. İdarə etmə bu da rəhbərə aiddir. İşçi niyə idarə etsin ki, rəhbər idarə etməlidir. Təhlil aparmaq, problem həll etmək və qərar vermək bazarlığı. Bu əslində işçiyə də aid ola bilər. Digərlərinə baxın.
İş təcrübəsi və onu bölüşmə, iş təcrübəsi və onu bölüşmə. Mən digər iş yoldaşıma da bölüşə bilərəm də bildiklərim deyil. Proqnozlaşdırma o da təkcə rəhbərə aid idi. Bax, bayaq dediniz ki, Yəni bu burada tərdil... birdi, üstü bir də altı, bir Aha. altı. Burada bayaq Birdən dediniz... aparmaq, problem həll etmək, qərar vermək bacarığı. Bu məncə həm işçiyə, həm yəni rəhbərliyə aid bir şeydir də. Burada bir məsələ var. Problemi Baxın, işçi bu həll edə bilər. pik sözündə t hərfi Yox, yoxdur. yox. Bu belə Bəli, yazılsa. bəli. O sözü unutdum mənim bir anlıq belə tam. Ha. Çünki o 4 dənəni yadımda belə saxlamışam, elə dərk eləmişəm. Tamam. Əsas odur ki, cavabı baxdıq, doğru tapdıq. Buna da baxa bilərik. Açıq suallar çox vaxtımızı alır. Mən onu sizə evə verəcəm. Evdə işləyin. Bax, bunu biz qulluq stajını bayaqlar keçdik. 269-cu sual. Yəni, görək burada nə deyir? Deyir ki, dövlət qulluqçusuna, dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi qaydasına əsasən dövlət qulluqçusunun qulluq stajını müəyyənləşdirərkən onun hansı iş müddəti ora daxil edilir. Elə bu yalnız sözlərini görsək çıxarıq. Məsələn, deyir, yalnız 91-ci il oktyabrın 18-nə qədər Sovet Partiya orqanında iş müddəti. Bu deyir axı yalnız. Tək bunlar deyir axı. Yalnız dövlət qulluğunda qanuni qüvvəyə minənədək bu orqanlarda iş müddəti. Elə mən bu yalnızlara görə çıxa bilərəm uşaqlar bu məsələni. Amma baxın, B variantında nə deyir? Deyir ki, dövlət qulluğu haqqında qanun qüvvəyə minənədək qədər qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarında, ha belə partiya orqanlarında, yəni dövlət Sovet Partiya orqanlarında iş müddəti. Doğru cavabımız bu olacaq. Sonra uşaqlar, məsələn, bunu biriniz cavab verin, 270-i. İndicə keçdik bunu. Digər qoşulanlar da cavab verə bilər əslində. Deyir müəllim. Deyin, yaxşı. İdarə etmə şurası. Bəli, qulluq stajının hesablanması ilə bağlı problem olursa, onda bunu Dövlət Qulluğunu İdarə Etmə Şurası. Bu qəbula düşüb deyəsən bu sual. Səhv eləmirəmsə. Yaxşı, 267-yə də baxa bilərik uşaqlar. Bu bizdə açıq sualdır. Buna kim cavab vermək istəyir? Məsələn, deyir, Dövlət Qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı. Kimdən qaldı? Siz cavab verdiniz, digərlər. Baxın, müsahibə mərhələsini təşkil eləyirmi? Bu doğrudur. Müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını müəyyən edir. Belə bir şey eləyirdi uşaqlar? Yox. Məndə də markerim dondu. Müsahibənin keçirilməsi üçün komissiya yaradır. Reglamentini deyir, müəyyən edir. Reglament müəyyən edir, yox. Bəli, müsahibənin keçirilməsi 1, 3, 5 olacaq doğru cavabımız. Əla. Uşaqlar, sonra görək növbəti nə var? Gəlin buna baxaq. 271-ci sualda bizdə sadə sualdır. Deyir ki, bu əlavə haqqın ödənilməsi qaydalarına görə 15 ildən yuxarı qulluq stajına malik dövlət qulluqçusuna hər ay neçə faiz ödənilməlidir? 30% demədim. 30. 15 ildən yuxarı. 5 ilə qədər nə qədər? Bax, 1 ildən 5 ilə qədər uşaqlar. Neçə faiz idi 1 ildən 5 ilə qədər? 1 ildən 5 ilə qədər 5 faizdir. 5 ildən 10 ilə qədər, məndə niyə donmuyor bu? 5 ildən 10 ilə qədər 10 faizdir. 10 ildən 15 ilə qədər 20-dir, 15 ildən yuxarı 30. Yaxşı, sonra görək nədən baxa bilərik. Məsələn, yenə aylıq əlavə haqqdan düşüb. Gəlin bir dənə də baxaq buna. Və burada qeyd olunur ki, aylıq əlavə haqqın məbləğin müəyyənləşdirilməsi və ödənilməsi qaydasına əsasən dövlət qulluqçularına qulluq stajına görə aylıq vəsait maaşına müəyyən edilmiş əlavələrin ödənilməsi məqsədi ilə əlavə vəsaitlər nəzərdə tutulur. Hə, kimə qaldı? Yaxşı, Ruxsara xanım, siz cavab verin. Yəni burada büdcədən kənar fondlar deyil, adildir. Yəni. Bəli. Zərurət olduqda hər növbəti il üçün təsdiq edilən dövlət büdcəsində deyil. Zərurət olduqda məsələsi bir orada. Budur Hər da. növbəti il üçün təsdiq edilən dövlət büdcəsindən bu 100% dəqiq. Zərurət olduqda zərurət yox idi ümumiyyətlə. Bəli, zərurət sözü yox idi orada. Bunların hamısı maşallah elə ondan da ki, suallar. Yaxşı, 273-ə də baxaq, bununla da yekunlaşdırarıq dərsi. Deyir, aylıq əlavə haqqın, yəni bu qanun deyək, buna əsasən yanlışı bizdən istəyir. Kim cavab vermək istəyirsə cavab verə bilər. Məsələn, buyurun. Yaxşı, yenə siz cavab verin. Buyurun. Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır. Bu doğrudur.
Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən edilmiş dövlət qulluqçusunun məcburi iş buraxma dövrü nəzərə alınır, bəli, çünki məcburi iş buraxma dövrü valid olur. Dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun sosial sığorta şahidi. Xeyr, orada ümumiyyətlə elə bir məsələ yoxdur. Bəli, heç belə bir söz yox idi orada, şəhadətnaməsi. Sözləşməsi deyil. Dövlət qulluğu staj müddətinin qulluq stajının hesablanması ilə əlaqədar yaranmış mübahisələr. Bu da tam doğrudur, tamamilə doğrudur. İdarəetmə Şurası əldə edir. Bəli, bəli. Bu da İdarəetmə Şurası yaranmış mübahisələri həll edir. Bununla da uşaqlar, belə deyim, dərsimizi yekunlaşdırıram, amma dərsimiz tam, belə deyim də, nə mənada yekunlaşmır. Siz bunu işləyərsiniz uşaqlar, gör neçəyə qədər gəlir bu. Məsəl üçün, burada gəlir 200. Biz imtahanın kimisinin dərsiz olacaq. Gələn birinci gün, ikinci gün nasıl? İkinci gün uşaqlar, ikinci gün dərsim olacaq sizlərə. Dərsimin mövzusunu hələ ki müəyyənləşdirməmişəm. Ya korrupsiya keçəcəm, ya da elektron imza. Tamam. Mənim korrupsiyanı bilirik deyil, elektron olsa yaxşı olur. Keçərik, elektron keçərik. Amma elektronu 2 və 4-cü 2 günə, ya da bir gün ancaq elə danışaram. Yəni, dərs izahını slayd üzərindən verərəm, əsas yerlərin. Elə keçərik, testlərini də işləyərik. Testlərində, təzə testlərində eləyə bilərik sadə şəkildə. İndi baxarıq da vəziyyətə. Əsas odur ki, bununla böyük bir mövzunu bitirdik. Dövlət qulluğu haqqında qanunu bitirdik. Bax, belə uşaqlar, videonu da atacam qrupa. Render olunsun, atacam. Sağ olun, gecəniz xeyrə. Gecəniz xeyrə. Çox sağ olun.